bunlar üçün hər şeyin üstündən keçiblər. Yəni, hakimiyyət üçün deyir, məni nə istəyirsən elə söy, filan, o yan, bir yan, söyməyən də darıxır da, deyir, ancaq dəymə, mən hakimiyyətdə olmalıyam və bu ölkənin, bu xalqın, bu millətin sərvəti mənimdir. Mənə atamdan qalıb və mən bunu heç kimə vermərəm. Və biz də təbii məsələdir, qıraqdan durub baxırıq və bu məsələdə mən yenə deyirəm, dəfələrlə demişəm, yəni İlham Əliyev tək döyüş. Yəni o nöqteyi nəzərdən, məsələn, mən bu gün məsələn söhbət açacağımız, yəni bugün məhz danışacağımız adamlar, məsələn, deyək ki, siz yəqin ki bilirsiniz, Rayət İmam Əliyev və Səidə Bəkir qızı. Mən ümumiyyətlə onları qınamaq fikrim yoxdur. Bu onların haqqıdır, bu özləridir. Mən sadəcə olaraq özümüzü qınamaq istəyirəm dostlar. Biz, baxın, vətəndaş Səidə Bəkir qızı İlham Əliyevdən geri qalmır bu işdə. Yəni, elə şeylər deyir ki, yəni burnu hara gəldi soxur, bilirsiniz. Yəni, o mənada ki, məsələn, mən indi bəzən deyirsiniz ki, indi Səidənin özü də, mən o Rayətlə bir yerdə söhbətlərində də var, mən onu montaj eləmişəm, indi göstərəcəm sizə. Yəni, bunlar elə şeylərdən, elə şeylərə bəzən danışır, elə şey qınaq obyektinə çövürürlər ki, halbuki orada bunlarlıq bir şey yoxdur. Bir dəqiqə, indi kimsə qınaya bilər ki, Səidə Bəkir qızı da girib internetdə belə şeylər, xəbər aparıcısı kimi, xəbər daşıyıcısı kimi sujetlər verir və indi bu da dolanmalıdır da, pul qazanmalıdır. Dostlar, mən bu nöqteyi nəzərdən mən onların haqqına girmək istəmirəm. Məsələn, deyək ki, Səidə Bəkir qızı bu saat, məsələn, deyək ki, adicə bu Rəqsanə ilə bunların arasında olan konflikt, bu deyək ki, söyüşmə səhnəsi. Səidə bunlardan, məsələn, deyək ki, özünü şey desə, yəni, belə xəbərlərdən məşğul olsa da çox məşğul ola bilərdi. Ona görə ki, Səidənin talantı var. Sənin nə işin var İlham Əliyevin siyasətinə burnunu soxursan, qanmadığın şeydən danışırsan, yəni sən onun tərəfini saxlayırsan, İlham Əliyevə haqq verirsən ki, bu xalqa yaxlasın. Yəni, söhbət bundan gedir. Və təbii məsələdir ki, burada ən birinci həm də bizim günahımızdır. Ona görə ki, məhz Səidəni bu səviyyə çatdıran, yəni bütün şərəfsizliklərdən danışandan sonra bir bal reklamını verməsi və yaxud da kiminsə paltarını reklam eləməsi. Mən yenə deyirəm, inanın mənə, mən qəti onun əleyhinə də deyiləm, qoy geçsin, nə istəyir eləsin. Amma bizim Azərbaycan xalqının ziyanına olan şeylərdən yapışmasın. Məsələn, deyək ki, Rayət bəy. Rayət bəyin çox gözəl vətəndaş mövqeyi var. Bəzi, məsələn, dünənlər mən vərəqlədim, onun səhifəsində baxdım. Elə mövzular var ki, məsələn, orada münasibətini bildirmək, deyək ki, filan çox gözəldir. Amma sən, Rayət İmam Əliyev, sənin nə işin var Heydər Əliyevə deyirsən, ümumilli lider? Və yaxud da sən Heydər Əliyev ümumilli liderdir.